Salam, gəlin topludan belə bir sual izahına baxaq. Demək bizə verir ki, üçbucaq ABC-dən bucaq isə 90 dərəcə, MN BC paraleldir, MN 2, BC 4, AN X, MB Y olarsa Y-i X ilə ifadə edin. Demək bizə belə bir üçbucaq verib və deyir ki, MN paraleldir BC-yə. Demək bunlar bir-birinə paraleldir və görürsünüz ki, burada MN BC-nin yarısına bərabərdir. Və biz bilirik ki, burada əgər bu iki tərəf bir-birinə paraleldirsə və MN BC-nin yarısına bərabərsə, bu orta xəttdir. Onda bu orta xətt isə AC-ni də və AB-ni 2 yerə böləcək. Əgər AN X-dırsa, onda NC də X olacaq. AM MB-yə bərabər olacaq, onda burada Y olacaq. İndi gəlib fikir verək buradan. Demək, düzbucaqlı üçbucaq halında. Əgər bu iki tərəf bir-birinə paraleldirsə, burada 90 dərəcədirsə, onda burada 90 dərəcə olacaq. İndi gəlin bura Pifaqor teoremi tətbiq edək. X-in kvadratı üstələnilsin 2-nin kvadratı bərabərdir Y-in kvadratına. Y-in kvadratı bərabərdir X kvadratı üstələnilsin 4-ə. Buradan Y alaq. Y bərabərdir kök altında X kvadratı üstələnilsin 4. Bizdən də elə Y-i X-ə ifadə etməyimizi soruşurdu. Uyğun cavab onda B variantı olacaq.